Ağzıma gələn istiyotdan, bax, hər şeydən vurduq içinə. Nə bilim, kremdən, zaddan, bax, kebab pişirməyə gedirik. Gecə ilə, saat neçədir? Saat da sonra baxarıq da. Gedirik sonra qlaringi də götürəcəm. Bunu belə bağlayaq. Gəl bunu tut Murat. Gəl bunu belə tut. Belə. Hatta kamerası yaxşı söyməyək. O belə bağladıq. Gedirik indi çölə. Qlaringi götürək. Çıxmışıq. Bax, ətimiz də burada. Gedirik şeyə. Çölə. Bu da qlaringdir. Ətə görə gör neyini. Buna baxın. Ətə görə gör neyini. Neysə düşək. Deməli çıxmışıq. Qlaring burada. Bax. Mən də aparıram. Dağa çıxacaq bu gün. Əlimizdə ət bu gün. Gör neyini yiyəcəyik də. İlk dəfə. Vlog kimi də. İtlər dolu. Baxın dağa. Qlaringə bax. Gəlir. Telefonu bu. Oy, bu niyə belə çəkir? Deməli gəldik. Çıxdıq bura. Yerimizi tapdıq. Tonqalcat yeri. Burada düzəldəcəyik. Çək gün. Amma görək qalaya biləcəyik. Qardaşım qalıyır orada. Başla. Gözlə birinci. Çək o yana. Bunları qoy buradan atdan götürüm. Kamerada yazır, işıq çox lazımdır. Kağızı qoy. Cibimdəki işığı götür, telefon işığını. iPhone-unu götür. Qoy oraya işıq düşsün tam. Hara qoyum? Yerə qoy da. Bura qoyum. Ha. Telefonun zayıfqası azdır. Ey. Tez o qala. Taxtaları yandıra biləcəksən. Hə də atdan qoy alışır. Nəsə gözlə görək. Olar, biraz yandırmağa çalışdıq. Görək amma yanacaq. Yansa tonqalımızı, kebabımızı bişirə biləcəyik. Murat da burada. Qlaringdə kayf olan biri orada. Olar, qəşəng yanır. Birazdan közə dönəcək. Kebab görək bişirə biləcəyik. Həyatımda 2 dəfə kebab bişirəm. Bişiriblər yəni yanımda, özüm bişirməmişəm. Özdə qardaşımızla. Geniş də deyə getdi ora. İtimiz də qorxur alovdan. Bu dağda daşdadır. Deyim, qınayın. Gözləyirik biraz. Bu közə dönsün, sonra qoyacağıq bunu ora. Bişsin. Deməli uşaqlar, közə döndü artıq. Baxın, qoymuşam bura kebabımızı. Ora bir şey deyim, buradan zaten səs gəlirdi. Kimsə elə bildi, yanğın zat yandırırıq da. Düzdür ya, başa düşəndir. Gecədə ona görə. Elə bildim ki, indi yanğın söndürən zat gələcək ki, burada zaten yanğın zat yandırırsınız. Biraz adamlar rahat oldu da. Ona belə kubikin ətrafında şey eləmişik ki, qırağaza da keçməsin. İndi burada da yəni şey eləyəndən sonra söndürüb gedəcəyik, video çəkəcəyik ki, yəni bilinsin ki, biz söndürdük, getdik. Buyurun buna bax. Neysə. Gözləyək ətimiz pişsin. Uşaqlar, ətimiz pişmə ərəfəsindədir. Buna baxın. Bolya. Kamera şeydir, biraz ona görə yanğın yanına çox tutamıram. Belə yaxınlaşdırım gələk. Görün nə qəşəng pişib. Biraz 20 dəqiqədə gözləyək. Uşaqlar, qardaşım da getdi. Qlaringlə tək buradayam. Düz qlaring yanımda olanda biraz rahat hiss edirəm. Heç nədən qorxu verəmirəm. Mənə qorxmana qalsınız. Qlaring buradadır. Qardaşım getdi, təkəm indi. Su gətirsin də, pişib də məncə. Pişib, onu götürək, gedək evdə həll eləyək. Qlaringə də verəcəyik, hə? Ağıllı. Bayaqdan qaçırağı yox idi burada. Baxın, mən heç yerinə getməyəm, buradayım. Deməli, əti götürüb gedirik. Suyu da gətirdi də yarım saata. Tök da getdik. Təmiz. Sönüb. Üstü də getdi də. Uşaqlar, ayağımı da soxuram. Tam sönür. Uşaqlar, mən yeyirəm. Yemişəm daha doğrusu. Çox pis, necə, yanıb da. Dadı yaxşı deyil. Möhkəmdir, amurat da deyil. Nasıl?
özüm hazırlamışam, tərifləmirəm də, yəni pisdir deyirəm. Buna baxın, yandırmışam. Murad da suyu gez gətirdi. Qapqara deyirlər. Bunlara bax. Ala. Ala. Ha, ətləri belə Ala. nə günə qoyduq. Nəysə. Allah bilir. İzləyən hər kəs abunə olmağı unutmayın. Videonu bəyənməyin. Bəyənməyin nədir? Həqiqətən bəyəniləcək video deyil ki, buna bax. Qapqara ət pişirmişik. Anladım. Nəysə də əziyyət çəkdik biraz da olsa. Daşdan zatdan şey elədik, pişirdik. Buna bax. Sağ ol. Sağ ol deyin.